Hər vaxtın xeyir olsun əziz dostlar. Belə insanların, qohum qardaşın, bəzi insanların hərəkətinə baxıram. Nəsə ürəyimi ustadımız, pirimiz, Mövlamız, şeirimizin, sənətimizin alisi, Aşıq Alıdan sinəmə 3 qatar söz gəlib, onu deyəcəm sizə. Aşıq Alı deyir ki, ay Həzərat, gəlin sizə söyleyeyim, vallah bu dünyanı pul dolandırır. Azalıb mürvətlər, kəsilib hörmət, dövlətli dalınca mal dolandırır. Bu dünyanın şərbətindən, o dünyanın şərbətindən içməyən, yəni ölümü görməyən, o dünyanın şərbətindən içməyən, körpü salıb üstdən özü keçməyən, evdə arvadına sözü keçməyən, kənddə çox ay olub, el dolandırır. Aşıq Alı, xalıq nədən pərişan? Ağzında xalların var bəyinişan, binamız qohumu, namuslu düşman öldürsə qəbrimə kül dolandırır. Allah rəhmət eləsin. Burada deyir ki, Aşıq Alı halıq nədən pərişan? Deyir, Aşıq Alı halıq niyə pərişandır? Sən niyə pərişansan, bədbinsən? Yəni, Aşıq Alı dövründə zamanında ustad olub, çox pir mövlan olub, ona qarşı nadan, qohum qardaşı da olub, əqrabası da olub, kəndisi, kündüsü, kimlərsə ona qarşı çox kobud olublar, nazakətsiz olublar, haqsız olublar. Ondan deyir ki, Aşıq Alı halığı pərişan eləməz. Ağzında xalların var bəyinişən. Yəni üstündə bəyinişən, bəyənilmiş nişanələr var. Sən Allahın mümin bəndən səsən Allah yanında uzaqsan. Bəndənin yanında neyinisə uzalmağa. Aşıq Alı halığı nədən pərişan? Ağzında bəylərin var bəyiniş, xalların var bəyinişən. Deyirsən özünü qəmgin olma. Halıq niyə pərişandır ki, bu nadanlar insanlara baxırsan, düşünməz qohuma, qardaşa, əqrəbəyə baxırsan. Sən üzündə Allahın nişanı, sən Allahın xoşuna gedir. Allah səni sevsin. Bunları sevmək sənə lazım deyil. Aşıq Alı halıq nədən pərişan, xalları var, ağzında xalların var, bəyinişan, bəyənilmiş nişanələr var Allahdan. Binamız qohumu, namuslu düşman öldürsə qəbrimə kül dolandırır. Yəni, düşmanın da qeyrətlisinə qurban olum. Düşmanın qeyrətində böyük bir qeyrət var. Gərək insan düşmənin birliyindən, sıxlığından da bir ibrət götürəsən, düşmənin möhkəmliyindən bir ibrət götürəsən. Düşmən də olsan, yaxşı düşmənlərin, igid düşmənlərin, bir-birinin qədrini bilən, qohumunu, qardaşını ayağa verməyən düşmənlərin Allah canlı salamat. Onlar insana kişilik, qeyrət öyrədirlər. Belə düşmənlərə də Allah bir ibrət dərsi verir. Yəni, köhnə kişilərdə bir düşmənçiliyində bir ibrət var idi. Belə düşmənçiliyin özündə bir şücaət var, bir bərəkət var. İnsan, qohum, qardaş, düşmənə qarşı birləşirsə, o düşmənin başını dönmə. Düşmən deyir, Aşıq Alı deyir ki, binamız qohumu, namuslu düşmən. Namuslu düşmana deyirlər ki, öz birinin qohumunun ayağı verməyən adama deyirlər. Namuslu düşmən öldürsə qəbrimə kül dolandırır. Bu başqa şeydir. Bu başqa şeydir. Allah belə düşmənlərə də can sağlığı versin. Elə binamız qohumlara da can sağlığı versin ki, elə bu dünyanı binamız yaşasın. Namuslu düşmən də elə mərdana dünyanı yaşasın, geçsin. Allah hər birinizə can sağlığı versin. Üstadlarımıza rəhmət. Aşıq sənətimizin piri mövlası Aşıq Alıya da min rəhmət olsun.